Salam millət, indi də Puzadan deneme 9-dan davam edirik. Birinci sual taban planı düşmür, ehtiyac yoxdur. İkinci sualdan baxaq, qüvvət sualını inirik. Mənfi qalır, işimiz yoxdur, A kvadratı yazırıq. A-nın üzərində 2 ilə 3 bir-birinə vurulur və üstündəki bu 3-cü dərəcə mənfiyə təsir edə bilmir. Vurulsun mənfi, A-nın üstündə 6 qalır. Sonra digərində də A-nın üzəri mənfi 2. Bu mənfiləri qarşıya verib vurmaq olar, yəni onlar müsbət olacaq. Aşağıya düşək. A-nın üzərində mənfi 4 vurulsun. Buradan fikir verin, bunlar bir-birinə vurulur və cüt dərəcə olduğuna görə A üstü müsbət 10 olur. Elədir. Aşağıya gəlsək, A-nın üzəri bu müsbət 2 ilə mənfi 2 gedir. Yenində yazıram 2, üstə gəlsin 6, çıx 2-dir. Vurmada üstləri toplayırıq axı. Aşağıda da mənfi 4, üstə gəlsin 10. Yuxarısı olur A üzəri 6, aşağısı da A üzəri 6. Bunlar da silinir, olur 1. Tam bir ixtisar var. B variantı. İkinci sualımıza baxaq, sadə hesablama. 2-nin üzəri mənfi 2, 4-də 1 deməkdir. Qarşısında da bir də misal mənfi var. 3-ün üzəri mənfi 1, 1 bölü 3-dür. Çıxılsın, 1 bölünsün 2. Bunları da hesablamaq üçün eyni məxrəcə gətirərik 12-yə. 3, 4, burada gəlsin 6. Deməli, mənfi 3 üzərinə gəlsin 4, çıxılsın 6. Bu da bizə verər mənfi 5 bölünsün 12. Y variantı. 49 trigonometriya, bunlar lazım deyil bizə. Bunlar lazım deyil, matris lazım deyil. Bu lazım deyil. İntegral lazım deyil, amma faktorial lazımdır. Buradan bir ixtisar görməyə çalışaq. N plus 2 ilə N ixtisar gedər, qalar N plus 1 vurulsun N plus 2 kimi. Bunu da yazaq. N plus 1 vurulsun N plus 2 bərabərdir 13 vurulsun. Onu da 13-ün çıxılsın 23. Məcbur bunu vurub açacağıq. Çünki ixtisar gedəsi bir şeyimiz yoxdur. Ya da ortaq vuruq. N kvadrat üstə gəlsin 2N, üstə gəl N, üstə gəlsin 2, çıxılsın 13N, üzərinə gəlsin 23. Bərabər 0, adi bir kvadratik tənlik düşünürük. N kvadrat üzərinə gəlinsin, 3-dən də 13-ü geçsin, çıx 10N yazaq bunun yerinə. Çıxılsın 10 dənə N, 2 ilə də 23 toplanır, üstə 25. Nə qəşən, burada bir formula var. N çıx 5-in mötərizə kvadratı 0-a bərabərdirsə, deməli N də bərabər imiş 5-ə. A variantı. 57-yə keçək. Deməli, qüvvət kimi göstərsək nə olar? 8-in yerinə yazırıq 2-nin kubu, 10-un üzəri 5. 4-ün yerinə 2-nin kvadratı, üzəri 9. 2-nin qüvvətlərinə gətirək. Aşağıda 3-ün qüvvətlərinə gəlir. 3-ün kvadratı üzərində mənfi 5. 81-in yerinə 3 üzəri 4, üzəri mənfi 2. Bu da bərabərdir. Sürətimizdə olar 2-nin üzəri 15, üzərinə gəlsin 2 üstü 18. Aşağıda 3 üzəri mənfi 10, çıxılsın 3 üzəri mənfi 8. Ortaq vuruq çıxartsaq, yuxarıdan 2 üzəri 15-i götürsək, qalar 2-nin kubu, 1 üstə gəlinsin 2-nin kubu kimi. Aşağıdan da 3 üzəri mənfi 10 daha kiçikdir əslində. Bunu çıxarsaq, qalar 3-ün kvadratı, çıxılsın 1 kimi. İndi yerdə iş yazdım. Sonra 3 üstü mənfi 10 çıxardanda 1 çıxılsın 3-ün kvadratı kimi. Hesablamağa çalışsaq, qalar nə? 2-nin üzəri 15 vurulsun 2-nin kubu 8 üstə 1 gələndə 9. Düşürük aşağısına. 3-ün üzərində mənfi 10. 1 çıxılsın 3-ün kvadratı da 8 edir. Elədir, mənfi 8. Bunları da 2-nin qüvvəti və 3-ün qüvvəti kimi göstərsə, 2-nin üzəri 15 vurulsun 3-ün kvadratı bölü 3-ün üzəri mənfi 10, 2-nin də kubu qarşısında mənfisi ilə. Bölmədə üstləri çıxırıq. Yəni, bu 15-dən 3-ü götürəcəyik. Qalar mənfi olar. 2-nin üzəri 15 çıxılsın 3. Vur 3-ün də üzərində 2 çıx mənfi 10 plus 10-a çevrilir. Yəni, yekunda mənfi 2-nin üzərində 12, 3-ün üzərində 12, üstlər eynidirsə, altları vurmaq olur. 6-nın üzəri 12 qalar. O da D variantı. 58 ixtisar sualıdır. Müxtəsər vurmaya görə açsaq. Nə yazarıq yuxarıdan? Deməli, bunu x kvadratın kubu kimi düşünsək, x kvadratın kubu çıxılsın 1-in kubu kimi düşünün. X kvadrat çıx 1. X-in üzəri 4 plus hasili x kvadrat plus 1. Aşağını da a kvadrat çıx b kvadratla açırıq. X kvadrat minus 1 vurulsun x kvadrat plus 1.
Digərində olduğu kimi köçürdü. İndi ixtisarlar geçsin. X üzəri 4 kvadrat və 1. Baxırıq, bu mötərizələr tam gedər. X kvadrat çıx birlər gedər. X kvadrat plus birlər də gedər. Yerdə qalar 1. A variantı. Qəşəng bir fonksiyon. Birincisi bunu sadələşdirək. Nə demək istəyib bizə? J içində f x plus 1 bərabər imiş. X kvadrat üzərinə gəlsin 4x üstə gəlsin 3'ə. İndi nə iş görək? F'in özü varsa, buna uyğun olaraq fx plus 1 də hesablaya bilərik. Yox, yəni hesablayaq. Fx plus 1 nə deməkdir? Buradakı x-lərin yerinə x plus 1 qoyursan. X plus 1 plus 1 olur x plus 2. Yəni bunun yerinə x plus 2 köçürmək olar. Yazırıq. J'nin içində x plus 2 bərabərdir x kvadrat üstə gəlsin 4x plus 3. Sonra nə edərik? Biz istəyirik ki, bu x tək qalsın da 2-ni görmək istəmirik. Onda gedib qıraqda yazırıq ki, x-in yerinə x minus 2 gəl qoyaq. Onda olar J'nin içində x minus 2. Bax, bu x-in yerinə də qoyuram. Bunun da, bunun da. Üstə gəlsin 2. Baxın, bu 2'lər getdi, x tək qaldı. Sonra x minus 2'nin kvadratı üstə gəlsin 4 vurulsun x minus 2. Üzərinə gəlsin 3. Bunu da sadələşdirsək. Jx bərabərdir. X-in kvadratı çıx 4x üstə gəl 4 üstə gəl 4x çıx 8 üstə gəl 3. Bu 4x-lərimiz gedər. Yekunda da qalar x kvadrat. 7'dən də 8 gedir çıx 1. Yəni jx bərabərdir buna. X kvadrat çıx 1. B variantı. Keçdi 60'a. Kök misalda amma sadə kökdür. Kök altı 16'dan 4 çıxır. Məlum məsələ. Bu kvadrat kökü də aparır, mənfini də aparır. Üstə gəlsin 4. Mənfi 1'in kvadratı. Burada da eyni məntiqlə. Kvadrat mənfini silən bir şeydir. 1. Burada da kvadrat kökü də mənfini də aparır. Çıxılsın 3. 8 bölü mənfi 2. Bu da verir bizə mənfi 4'ü. Yəni A variantı. Küme sualı A və kümələri. Bunlar çəksək qəşəng görünər. Daha net danışarıq. Deməli, A küməsi bu olsun, B bu olsun. Ne deyir ki, A'nın kənarı, A çıx B A'nın kənarı deməkdir. X qəbul edirəm. B'nin də kənarın Y yazaq məsələn. Deyir, indi X üzərinə gəlinsin Y 24'ə bərabərdir. A'nın içində ümumilikdə 17 element varsa, onda ortaya nə qalır? 17 çıxılsın X toplayanda bu olsun. Və deyir ki, B'nin də içində yekunda 11 element var. Onda bunun için toplayaq 11'ə verək. Yəni 17 çıxılsın X üzərinə gəlinsin Y bərabərdir 11. Buradan bir sistem tənliyə gələr. Yəni X plus Y bərabər 24'ə və mənfi X plus Y də bərabərdir mənfi 6'ya. Tərəf-tərəfə toplasaq X-larımız gedər. 2y bərabərdir 18'e y 9 tapırıq. Y-in yerinə 9 qoysaq məsələn burada. X-imiz olar 15. X-i da y-də tapıldı. Misal bizdən kəsişməni istəyir. Yəni bu hissəni. 17 çıxılsın X dediğimiz şey 15. Bu da verir bizə 12'ni. Normal ki. B variantı. 62'də bir fonksiyon sualımız. Burada nə verib? 2 dənə f var. Lap yaxşı. Bunlar sistemə gəlir çox vaxt. Gəlin düşünək. F1'dən başlasın, F5'də bitsin. X-in yenə 1 qoysaq 0 olacaq. Gəlin 2'dən başlayaq. X-a 2 versən, misal buna çevrilir. 3 vurulsun F1 bərabərdir 3 dənə F2 üstə gəl 2. Sonra artırırıq. X-in yerinə 3 qoyuruq. Çünki bir vahid fərqlə yazılıb. 3 vurulsun F2 bərabərdir 3 vurulsun. Buradan soldan sağdan indi əslində. F1 F3 daha doğrusu F3 üstə gəl 2. Nöqtə gəlirəm, hamısını yazmıram. Bir də 8'də bitirməliyim misalı. Onda X-in yerinə nə qoyaq? 8 qoysaq 8 çıx 1 7 8'dən bitər. X-a da 8 verirəm. Onda olur 3 vurulsun F7 bərabərdir 3 vurulsun F8 üstə gəlinsin 2. Nöqtə gəlsin. İndi bunu sistem kimi dəyərləndirsək, tərəf-tərəfə toplayanda fikir verin. 3F2 3F2'ni silər, F3 F3 silər. Bu istiqamətlə silmələr gedir. F7'lərdə silir. Yəni istiqamət bu formadadır. Fikir verin. Bu cür silinmələr var. Onda yerdə nə qalır? 3 dənə F1 bərabərdir 2 plus 2 plus nöqtə 2 cəmi. Üstə gəlsin bir də bu 3 F8. İndi bu ikilərdən neçədən olduğunu hardan tapırıq? 2'dən başlayıb 8'də bitibsə, ensay düsturundan 8 çıx 2 böl aradakı fərq 1 üstə gəlsin 1. Bu da nə eləyir? 7. Yəni 7 dənə burada 2 var imiş. 7 dənə.
İndi bunu da davam edib hesablasaq, bərabərdir. Bərabər yazmayaq heç. F1'in cavabı var idi mi misalda bizdə? Var, 5. Onda gətirib bunun yerinə 5 qoyuram. 3 vurulsun 5, üstə gəlsin 2 vurulsun 7. Bərabərdir daha doğrusu. 2 vur 7, üstə gəlinsin 3 dənə F8'ə. Buradan da 3 F8 bərabərdir. 15'dən 14'e gedir 1. F8'imiz də olar 1 bölü 3. 1 bölü 3 də B variantında qəşəng sual idi. Bunlardan düşür qəbul. Keçək 63'ə. 0,7'nin üstündə mənfi 1 nə deməkdir? Tərsinə çevirsən. Hələ ki %7 yazım, sonra üstündəki mənfi 1'ə görə dəyişərik. Adi kəsirlərlə işləyək. 10'da 3 bölünsün. 1 üzərinə gəlsin. Buradan vergül atsaq 20'də 1 deməkdir. Bunu hesablayaq. 100 yuxarıya, 7 aşağıya çevrildi. Çıxılsın 10'da 3 sabit qalır. Bunu hesablayanda 20'də 21 eləyir. Vurmaya görə tərsinə qalxır. 20 yuxarıya, 21 aşağıya. 20 yuxarı, 21 aşağı. Buradan indi birinci ixtisarları eləyirik. Gedir 2 qalar. 21 ilə 3 gedər 7 qalar. Yəni 100 bölü 7 çıxılsın 2 bölü 7. O da eləyir 98 bölü 7. 98'in içində nə qədərdir? 1 dəfə, 4 dəfə, 14. Getdik 64'ə. Burada da eyni məxrəcə gətirək, ixtisarlar gedəcək çox güman ki. Buraların məxrəcinə 1 yazaq. Qalsın nə? X-da 1 minus x bölü x-da 1 minus x-in kvadratı. Aşağıda x plus 1'də 1 minus x minus 1 kimi. Birincisi bu mənfi 1, müsbət 1'i götürsün. Sonra geridə qalanları yazaq. Nə görürük? 1 minus x bölü x vurulsun tərsi x yuxarıya və 1 minus x kvadratda formula kimi açmaq lazımdır. 1 minus x, 1 plus x. Ki oradan da ixtisarlar gedəcək. Aşağıda da nəyimiz qalıb? Mənfi x bölü x plus 1. İndi ixtisarlara baxsaq, x x'i götürər, 1 minus x'lər bir-birini götürər. Yuxarıda qalıb 1 bölünsün 1 plus x. Aşağıda qalıb mənfi x bölünsün x plus 1. Bunları da bir-birinin tərsi ilə vursaq, 1 üzəri gəlsin x vurulsun x plus 1 yuxarıya, mənfi x aşağıya. Buradan da ixtisar gedər, sonda qalar mənfi 1 bölü x. Bu da Y variantı. 65 mutlaq dəyər. Sıfırdan kiçikdir mənfi ədədlərdir. Bura təqribən mənfi 1, mənfi 2, mənfi 3 qoyaq yoxlamaq üçün. A-nı B-yə vuranda, bir-birinə vuranda müsbət olur. A-dan B-ni çıxanda mənfi 3'dən çıxsaq, mənfi 2'ni bura mənfidir. A-dan C-ni çıxanda yenə mənfidir. C-dən B-ni çıxanda müsbətdir. A-dan B-ni çıxanda onsuz da mənfi idi. A ilə B-nin də toplamı mənfidir. Yerinə o rəqəmlər qoyub hesablaya bilərsiniz. Müsbət olanda olduğu kimi açırıq modulu 2AB. Mənfi olan amma bu işarələr qarşıya sürüşməlidir. Yəni çıx A plus B. Mənfi birləşir plus A çıx C. Üzərinə gəlsin C çıx B. Düşür aşağıya. Mənfi A. Bu da sürüşsün qarşıya. Mənfi A. Üstə gəlsin B. Çıx A çıx B kimi. İndi silinmələrə baxaq. Yuxarıdan C'lər gedər. Mənfi B müsbət B-ni götürər. A-lar da gedər. Geridə nə qaldı? 2AB bölü. Aşağıda nəyimiz silinir? B-lər gedir. Qalır mənfi 2A. Buradan da 2A-lar gedər. Qalar mənfi B. Yekun cavabımız bu. B variantı. Keçək 66'ya. X plus y bölünsün x'i saxlayırıq. Üzərinə gəlinsin. Gəlin bunu sadələşdirək birinci parantezin içində. Nə görürük? Mənfi x bölünsün y minus x. Y çıxarsa x minus y. Ya da bu mənfini aşağıya verək. Bu mənfini aşağıya versək olur. X bölünsün x minus y. Bunu niyə elə eləyirəm? İkinci kəsrin məxrəcindən ortaq vuruq çıxardanda eynilik yaransın. Y götürəndə burada x minus y yaranır. Elədir. Üstündə mənfi 1. Bu da bunu gəlin kənarda bir hesablayın bu parantezin için. X minus y vurulsun. Y ortaq məxrəcimizdir. Bunun tamamlayıcısı y olar. Burada 1 qalır da məlum məsələ. X, y çıxılsın x kvadrat. O da bərabərdir. X-i ortaq vuruq çıxarsaq qalır y minus x bölünsün x minus y vur y. Bunlar eynidir amma yer dəyişdi. İxtisardan sonra bir dənə mənfi qalır. Yəni mənfi x bölünsün y. İndi misalımızı gətirək hesablayaq. X plus y bölünsün x.
çıxılsın, x bölünsün, üstə gəlsin, mənfi x bölünsün, y-in üstündə mənfi 1. Üstündə mənfi 1 nə deməkdir? Sürət məxrəcin yerini dəyişirsən. X plus y bölünsün x, çıxılsın onda olur, y yuxarı, x aşağı. Bu da sabit məxrəci saxlasaq, x plus y çıx y, bunlar da gedir, x bölü x, yekunda verir bizə 1. Yəni cavabımız buradan çıxdı. 1B variantı. 67-yə baxaq. Bunları oran-orantıya getirərik yəqin ki, ABC cəmin istəyir. Bir dənə K-ya bağlasaq, A-mız 4K, B-miz 6K, C-miz də 8K-dır. Burada yerinə yazsaq, 4-ün kvadratı 16K kvadrat, 36K kvadrat və 64K-nın kvadratı bərabərdir 232. Bu verir 116K kvadrat bərabərdir 232-yə. 116-ya bölsək hər tərəfi K kvadrat bərabərdir 2. K-mız olur, deyirsə ki, 0-dan böyükdə, onda müsbət kökü çıxardırıq. Müsbət kök altda 2. Gətirib yerinə qoysaq, A-mız 4 kök 2, B-miz 6 kök 2, C-miz də 8 kök 2. İndi deyir ki, bunları topla. Toplamını da burada yazsaq, ABC 4, 6, 10, 18 kök 2 toplamı. Bu da Y variantı. Keçək 68-ə polinom sualı. Polinom funksiyon kimi baxırıq, millət. İçinə çölün-çölünə bərabərləşdirə bilərsiniz. Hətta görün, buradan bir sadələşmə gedirmə və etkimə heç baxmayın. Baxın, bunun içinə çölündə çölünə bərabərləşdirək. Gəlib qıraqda yazıram, x plus 1 bərabərdir 1 minus x-a, amma tənliyi həll eləməyin, qarışmasın aləm bir-birinə. Sualda bərabərdir x kvadrat çıxılsın 2x plus 3-ə. Nəyin ki, həmişə deyirik, bir cavabı var, havada deyil. Onda bunun üstünə bir ştrix düşür. Gətirib bunun üstünə bir ştrix qoyursan. Onda x ştrix bərabərdir. Birlər gedir məlum məsələ, mənfi x. Bütün x-ların yerinə mənfi x qoyuruq. Hansı tərəfdə? Sağda. Buradan da sual bərabərdir. Mənfi x-in kvadratı çıxılsın 2 vurulsun mənfi x, üzərinə gəlsin 3. Bu qəşən bir metoddur. Fonksiyon yolu ilə gedir. X kvadrat üzərinə gəlsin 2x plus 3. Yəni sualın yerində durmalı olan ifadə budur. C variantı. Keçək 69-a. Nəyimiz var? 3 üstü x qüvvət fonksiyonu bir-birinə oxşar yəqin ki. Yəni içinə çölün-çölünə bərabərləsək çıxar. Hətta gəl elə altına yazaq. F4 bərabərdir sual. Yəni içləri 1 götürürük, cavablar da 1. Qıraqda yazırıq ki, 3-ün üzərində x plus 2 bərabərdir 4-ə. Sual da bərabərdir 9-un üzərində x plus 6. Sualın x-i tapmağa çalışaq. 3 üzəri x bərabərdir 2-yə. Tam x-i tapa bilmirik. Onda bunu da 3-ün üzəri x-in kvadratı kimi göstərsək, üstə gəlsin 6. 3 üzəri x var axı 2. Gətirib yerinə qoyursan, 2-nin kvadratı üstə gəlsin 6. Bu da verir 10. Yəni sualın yerində dayanan ifadə 10-dur. Y variantı. Getdi 70-ə. Burada da eyni məntiqlə, yəni içləri 1, cavabları 1 götürürük. 6x plus 2 bərabərdə 6. Bunu tənli kimi həll edə bilərsən. İkisində də x olanda ştrix söhbət olur. Yəni birində x, birində dəyişən yoxdursa, ədəddirsə, ştrixə ehtiyac yoxdur. Buradan x-imiz olur 2 bölü 3. Yəni gətirib, sual bərabərdir 4x minus 3 yazırıq. O da bərabər 4 vurulsun, x-i tapmışıq axı. 2 bölünsün 3, çıxılsın 3, o da kəsirdə qalır. 8 bölü 3 çıx 3. 3-də 8 çıx 9 mənfi 1. Mənfi 3-də 1. C variantı. A sıfırdan kiçikdir müqayisə lazımdır bizə. Gəlin təqribi bir qiymət götürək də hamısına bölünsün deyə. Olar mı? A-ya təqribən gəlin mənfi 1 götürək. Onda x-imiz olur mənfi 2a bölünsün 3. Y-imiz olur mənfi 5a. A-sı gedirdi day. Mənfi 3-də 2, mənfi 5 bölü 4. Z-imiz də olur mənfi 7 bölü 6. Bunların hamısını eyni məxrəcə gətirsək, 3-ə, 4-ə, 6-ya, 12 gələr. 12, 12, burada 12. Bunun tamamlayıcısı 4, bura 3, burada 2. Olur mənfi 8, mənfi 15 və mənfi 14. İndi müqayisə eləsək, məxrəclər eynidirsə sürətləri müqayisə eləməlisən. İçində kiçik olan ən böyükdür. Yəni mənfi 8 böyükdür mənfi 14-dən, o da böyükdür mənfi 15-dən. Müqayisə üçün x böyükdür z dəyişənlə dəyişdirsək y. X, z sonra y olmalıdır. X, z, y. D variantı. Mənim düzlüyümün tərsdən düzüb.
Sonra gələk 72-yə. Bu nəyə göstərir? B-nin içindən nələrsə çıxardıblar. B-dən çıxardıblar A-nı da, C-ni də. Variant üzərindən gəlin yoxlayaq. Burada deyir ki, B ilə C kəsişsin. Bu səhvdir. B ilə C kəsişsəydi bura olardı. A variantı deyil. Sonra deyir B-dən A-nı çıx. Bax bu daha düzgündür. B-dən A-nı çıxdı, apardı. Bu getdi. Yerdə qalan buradır. Elədir. Sonra deyir ki, bir dənə də çıx C. C də gəlir özünə aid olanları aparır. Deməli, bizim əlimizdə ancaq bura qalır. Düppədüz elə B variantı gəlir. 73-ünə keçək. Kvadratik tənlik V7-dən söhbət gedir, kökləri gətirib yerinə qoyaq. Yəni, nə yazarıq? Birincisi, M-i tapmaq üçün x1-in, yəni bütün x-lərin yerinə 2 qoyuruq tənliyin özündə. 4 üzərinə gəlinsin. 4m çıxılsın 7m üzərinə gəlsin 2 bərabərdir 0. Buradan olur 3m bərabər 6-ya, m-i tapırıq 2. M-i yerinə qoyub bir tənliyi təzədən düzmək lazımdır. X kvadrat üzərinə gəlinsin. 4x çıxılsın 7, 2, 14 üstə gəlsin 2 bərabər 0. Bu da olur x kvadrat üstə gəlsin 4x çıxılsın 12 bərabər 0. Bunu da V7-dən tapa bilər. Kökləri hasilə 12, 4, 2, 6. Biri 2-dirsə, o birisi də mənfi 6-dır da, məlum məsələ. Deməli, ikinci kökümüz mənfi 6. Y variantı. Sonra 74-ə baxaq. Cavablarımız, köklərimiz kökün altındadırsa, yəqin ki, bu diskriminantla gedəcək. V7-dən çıxmaz. Diskriminantın düsturunu yazırıq. B kvadrat çıx 4AC. O da bərabərdir. 2-nin kvadratı 4 çıxılsın, 4 vurulsun. 1, S-miz də mənfi 2. 8, 4, bura verdi 12-ni. Onda x1 kökümüz mənfi 2 çıxılsın, kök altda 12 bölünsün 2. X2 də bunun cəmi mənfi 2 üstə gəlsin, kök 12 bölünsün 2. O da bərabərdir. Mənfi 2 çıxılsın, kök altda 12-nin yerinə 2 kök 3 bölü 2 yazsaq. O da olar mənfi 1 çıx kök 3. Bu biri də mənfi 1 üstə gəlsin kök 3. Köklərimiz bu. Mənfi 1 çıx kök 3, kök 3 çıx 1. C variantı. Sonra getdi 75-ə. Deyirik kvadrat kökü silir, amma bunu heç vaxt öz başına çıxartmırıq modulda. 1 minus kök 2 çıxılsın kök 2. İndi baxırıq 1-dən elə 1-dir. Kök altı 2-dən 1,4 çıxır təqribən. Bu hissə mənfidir. Mənfi olanda modul açanda o işarə qarşıya gələcək. Yəni olmalıdır mənfi 1 üzərinə gəlinsin kök 2. Çıx kök 2. Bu köklər də gedər, qalar mənfi 1. C variantı. 76. Geometri suallarımız başlasın. Yəqin ki, burada bir bənzərlik var. Bəli, alfa desək, bu ortaq bucağı beta. Buna gamma olsa, onda böyük üçgəndə də beta bura qalır gamma. İndi yazırıq ki, hansı üçgənlər bənzərdir? ADY bənzərdir ABS-yə. Niyə görə? Hər birinin alfa, beta, gamma bucaqları var deyə. Onda alfanın qarşısındakı 4-ün balacada alfanın qarşısında dayanan x plus 6-ya nisbəti bərabərdir. Beta'nın qarşısını görmürük. Gammanın qarşısına keçək. Gammanın qarşısındakı balacada 6-dır. Böyükdə də gammanın qarşısı 15-dir. Buradan da ixtisar edib çarpaz vuraq. 3'ə bölək 2, 3'ə bölək 5. Sonra bu 2 ilə də bura ixtisar geçsin 2. Çarpazla vursaq x plus 6 bərabərdir 10'a. X də olur bu formada. X də olur 4. D variantı. Geçdik 77'ye. Burada nə verib? Paralelkenardırsa əgər D bucağı 120 olmalıdır. Onu da yarıya bölüb 60-60. Onda G'ye də 60 qalır. Və AGD üçgəni eşkenar üçgən olur. Sonra buradan 90, 60, 30 xassəsini görək. 30'un qarşısı 3 isə 90'ın qarşısı 6'dır. YF də 3 kök 3'dür. Onda bura 6, burada 6 olmalıdır. Bütün tərəfləri 12 yazmaq olar. Bir də sahədən söhbət gedirsə biz onda G təpəsindən bir dənə hündürlük çıxardaq. Və fokuslansaq bu üçgənə. Burada bir ortadan bölünmə var. Baxın. F nöqtəsi ortadan bölünsə Y'də də ortadan bölür. Bura 3'dür. 3 kök 3'ün də 2 qatı 6 kök 3'dür. Onda geriyə qalan hissəni bilmirik. Məsələn, GB-yə də bir x deyək. 12 plus x, burası da məlum məsələ 12 plus x-dir. S də bərabərdir. A vurulsun H qaydası var axı. Onu da yazırıq 12 plus x vurulsun hündürlüyümüz 6 kök 3
bərabərdir bu verdiyi sahə 90 kök 3-ə. Kök 3'lər ixtisarı geçsin. 12 plus x bərabər 96'ya bölək 15. X de olur 3. Yəni x dediğimiz şeydə elə GB istədiydi. A variantı. 78'de de bir paralel kenar verib. Burada eyni bölgülər AA, BB kimi desək. Nə deyir? Bu ortadaki sahə 15'dir. Gəlin oturacaqların nisbətini bölübsə biz DF-ni birləşdirək. Deyək ki, AA oturacağına baxan sahələr burada S, digərdə S olsun. Sonra BB oturacağına baxan sahələr üçün də B'ye baxan S isə buradan da B'ye baxan bu sahəyə də S demək olar. Sonra da gəlin bir dənə diagonal çəkək. Diagonal yəqin ki işimizə yarayacaq. Buradan da bir diagonal çəksək və burada bu diagonal da necə göstərir Allah'a xoş gəlsin. Bu sarı üçgənə baxın. Burada yenə millət B'ye baxan sahə S-dirsə, buradakı da B'ye baxan sahə S olur. Və diagonalla da bizim sahəmiz tam ortadan bölünmüş olur axı. Yuxarısı 4S isə aşağısı da 4S-dir onda. Taralı alan olaraq S üstə gəlsin 4S bərabərdir bu 15'ə. 5S'imiz 15'dirsə S'imiz olur 3. S tapandan sonra bizə də ümumi sahə S paralel kənar bərabər idi 8S'ə. 8 vur 3'dən çıxır 24. A variantı. Getdi 79'a. Dikdörtgen açıortay çıxıbsa bura 45 dərəcə bölüb. Sonra nəyimiz var? 5'dir 10'dur. Lap yaxşı. Bir bənzərliyi çox güman ki var. Z qaydasından. O 45'in biri bura köçəcək. Və ABCD'nin də bizdən sayısını istəyir. Gəlin 2-1 nisbətinə görə yazaq. Bu qum saatı kimi olan bənzərlikdən 5'in 10 nisbəti. Bura məsələn A yazsaq, bu hissəmiz 2A'dır. Onda qarşı tərəflərimiz də eyni deyə məcbur bu hissəyə də A qalır. Daha sonra bu bucaqdan necə istifadə edə bilərik? 45-45-90 qaydasına görə getsək, bu hissəsi A, yan tərəfi görünmür. 45, onun da 90'ı yoxdur. 90 ikizkənardırsa, ikizkənarlıqdan elə yola çıxaq. 45-90-45 xassəsinə görə bura A-dırsa, burada A-dır. Bu da qarşıya köçər A kimi. Və bir dənə də Pifagor gətirmək olar. Buradan bu Pifagora fokuslanın. Bunun Pifagoru nə olur? A-nın kvadratı üstə gəlsin 2A-nın kvadratı bərabərdir 15'in kvadratına. Bunu da hesablasaq A kvadrat üstə gəlsin 4A kvadrat bərabərdir 225'ə. 5A kvadrat bərabərdir 225. A kvadratımız olar 4 dəfə 5, 45. 9 vur 5'dən A'mız oldu 3 kök 5. A'nı tapdıq. Bizə də nə deyirdi? Figurun alanı. S dikdörtgenimiz də bərabərdir. 2A vurulsun A'ya. Yəni 2A'nın kvadratı. O da bərabərdir. 2 vurulsun. A kvadratın cavabı vardı 45. Yekunu da verir 90. C variantı. Keçək 80'ə. Burada bir karedir bu dəfə. 29 isə hər tərəfi 29'a çatdıraq. 14. 20. Burada qalsın 17. Bu çevrəsini istəyir. Perimetri bu figurun. Perimetri üçün tərəflər olmalıdır. Pifagordan 20-15'dən buranı 25 tapırıq. Çox sadə sual. 9-12'dən də buranı 15 tapırıq. Onda yazırıq ki, bu taralı alan üçün P bərabərdir 25, üstə gəlinsin 14, üstə gəlinsin 29, üstə 17, bir dənə də üstə gəlsin 15. Bu beşgənin perimetrini hesablayaq. 25, 14, 39, üstə gəlsin 29, üstə gəlsin 17, 15'də 32'ni versin. 9, 9, 18, 2 də gəlsin 22 hətta, 3, 3, 6, 2, 8, 10. Toplam perimetrimiz olur 100. Bu da belə. Bu sınaq da burada bitdi. Sağ olun, özünüzə yaxşı baxın. Gələn sınaqda görüşərik.